Ya Allah, getdik. Şəkilə diqqətlə baxın. İlk nə görürsünüz? Bir daha deyirəm, ilk beynimiz nəyə fiksasiya edir? Burada dəri ola bilər, körpü ola bilər və qadın fiqurası, qadın silüeti ola bilər. Əgər siz ilk olaraq dərə və yaxud kanyon görürsünüzsə, bu demək ki, siz insanlara xarici görünüşünə görə dəyər verirsiniz. Özünü aparmağa görə, danışığına görə, dediyi sözünə görə, sizin həyatda olan təcrübəniz və bilikləriniz sizə icazə verir ki, hər şey dərinə analiz edəsiniz və düzgün qərar verəsiniz. Və rasional insansınız, dediyinizdən dönmürsünüz. Əgər siz körpü görürsünüzsə, siz insanların dərdinə şərik olmağı bacarırsınız. Onlarla bir yerdə sevinirsiniz, qəmlənirsiniz, onların dərdinə ortaq olursunuz. Bu isə sizə çox gözəl bir şərait yaradır ki, insanlarla düzgün kommunikasiya, düzgün əlaqə qurasınız. Və bundan irəli gələrək siz istənilən bir insanın yanında sevilən bir insansınız. Və əgər siz qadın görürsünüzsə, çox yüksək bir intuisiyanız var. Siz insanı görərkən onun haqqında intuitiv olaraq verdiyiniz qərar böyük ölçüdə düz çıxır. Və bu da sizə insanları tanımaqda çox kömək olur. Və sizin intuisiyanız sizə hər yerdə, hər məkanda, hər bir şəraitdə kömək olur. İndi isə şərhlərə yazın. Siz ilk olaraq nə gördünüz və mən dediklərim nə dərəcədə doğru çıxdı?